Kanala abunə olub, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual 11-ci siniflərə OTK sınaq imtahanında salınıb. Burada bunu necə həll eləyək? Deməli, əgər hərf sıfırdan kiçikdirsə, onda buradan hər zaman mənfi çıxar. Yəni, A sıfırdan balacadırsa, moduldan mənfi A çıxacaq. Üstə gəl. B müsbətdir, A mənfidir. Müsbət ədəddən də mənfi ədədi çıxsaq müsbət alınır. Ona görə bu modulun içərisindəki ifadənin işarəsi müsbətdir. Müsbətdirsə elə özü çıxacaq. Buradan üstə gəl. A vurulsun. Kök altda B kvadrat. Buradan modulda B çıxacaq. Üstə gəl. Digərində də B vur. Modulda A çıxacaq kökdən. Bərabərdir. Mənfi A plus B minus A plus B müsbətdirsə işarəsi elə buradan AB hasili çıxacaq. Yəni B özü çıxacaq. Üstə gəl. A mənfidirsə o zaman buradan nə çıxacaq? Mənfi A. Mənfi A-nı da B-yə vuranda mənfi AB edər. Bunlar islah olundu. Qaldı mənfi A, mənfi A. Toplayaram. Eyni işarəli olduğuna görə mənfi 2A. Üstə gəl B. Yəni B çıx 2A. B-ni qarşıya keçirsək düzgün cavab A variantı olar.